İnsan nə isə bir dəyişiklik eləmək istəyirsə özündə, bu birinci daxildən başlamalıdır. Identity dediyimiz, ingiliscə identity-də, yəni özümün kimliyimi birinci dəyişmək. Yəni məsələn, mən siqareti əgər tərk etmək istəyirəmsə, orada çox yaxşı misal var idi. Siqareti tərk etmək istəyirəmsə, kimsə mənə siqaret təklif eləyəndə mən demirəm ki, mən siqareti tərk edirəm. Mən deyirəm ki, mən siqaret çəkən deyiləm. Birinci özünü dəyişirsən, öz kimliyini və bu elə bir şeydir. Sən kimliyini əgər peşəkar bir mütəxəssis kimi qurmaq istəyirsənsə, məqsəd yüksəlişə qalib gəlmək olmamalıdır. Məqsəd hansısa yüksəliş tipli bir müsabiqədə qalib gəlmək olmalıdır. Sənin məqsədin, sən özünə deməlisən ki, mən peşəkar bir mütəxəssisəm. Mən peşəkar gələcəkdə lider. Amma bu, yəni hər adam da lider olmalıdır deyə bir şey yoxdur. Hər adam bir menecer olmalıdır deyə bir şey yoxdur. Amma əgər sən özündə onu görürsənsə və özünü yaxşı tanıyırsansa, bilirsənsə ki, sən burada özünü doğrulda biləcəksən, sən birinci özündən başlamalısan ki, mən yaxşı peşəkaram və bu istiqamətdə də özümü inkişaf elətdirəcəm. İndi yolda yüksəliş müsabiqəsi olacaq, həmin yolda başqa bir müsabiqə olacaq və yaxud da başqa bir çağırış ola bilər, challenge ola bilər. Bunların hamısını əgər doğrudan da sən özünü, kimliyini dəyişmisənsə, o müsabiqələr daha rahat olmalıdır, yəni.